Salam dəyərli izləyicilər. Bugün qoğal dadında külçələr hazırlayıram. Deməli, bunun üçün bizə lazımdır 1 kiloqram un, biraz duz, yarım stəkandan biraz artıq şəkər tozu, eyni qədər də duru yağ, yəni yarım stəkandan biraz çox, yəni 1 stəkandan biraz başı aşağı duru yağ, 2 ədəd ağlı sarılı yumurta, sarı kök, maya və raziyənə. Deməli, raziyənəni belə göstərdim. Daha sonra üyüdülmüş formasında istifadə edirəm. Sonda isti süd əlavə edib xəmiri yoğururam. Deməli, südün qədərini burada tam açıqlamıram. Yəni, un nə qədər apardısa xəmir, o qədər süddən istifadə edirəm. Xəmiri yoğurduqdan sonra üzərinə hardasa 50 qram, 60 qram kərə yağı əlavə edib yenidən xəmiri yoğurub bir yerə toparlayıram. Xəmirimiz burada yumuşaq xəmir alınıb. Yəni həm yumuşaq, həm yağlı xəmir alınıb. Xəmiri tam yoğurduqdan sonra üzərini örtüb hardasa 1 saat mayalanmasını gözləyirəm. Adətən mən külçə xəmiri hazırlayanda biraz xəmirini möhkəm yoğururam. Bu dəfəki külçələrin xəmirini yumuşaq eləmişəm. Yəni biraz möhkəm xəmir olanda külçələr qoğal kimi tam alınır. Yəni nazik yayıb bişirirəm, qoğal kimi alınır. Amma biraz yumuşaq xəmirdə külçə biraz hündür, bulku xəmir kimi biraz, yəni şişmiş formada, hündür formada külçələr alınır. Xəmirimiz gəldi, mayalandı. Kündələrə ayırıram. Burada 5 kündə hazırlayıram. Yəni külçələri burada biraz balaca hazır bişirirəm deyə 5 kündəyə ayırıram. Lakin siz istəsəniz 3 kündə də hazırlaya bilərsiniz. Yəni normal çörək boyda külçələr hazırlaya bilərsiniz. Xəmirləri tam kündəyə ayırdıqdan sonra yenidən gözlədirəm. Tam kündəyə düşsün xəmir. Daha sonra külçənin üzəri üçün yumurtanı hazırlayıram. Deməli, 1 ədəd yumurtanı ağlı sarılı istifadə edirəm. Amma yumurtanın tək sarısını da istifadə eləmək olar külçənin üzəri üçün. Deməli, bir yumurtanın üzərinə biraz duru yağ, biraz da şəkər tozu əlavə edib qarışdırıram. Yəni, duru yağla şəkər tozunu ona görə istifadə edirəm ki, deməli, külçənin üzəri parıltılı olsun. Xəmir tam kündəyə düşdü və uzunsov forma verib yayıram. Listə yerləşdirib, deməli, əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada bişirirəm. Deməli, çörəyi sobanın hansı dərəcəsində bişirirsinizsə, külçəni də həmən dərəcədə bişirmək lazımdır. Mən burada külçələri yayan kimi bişirirəm. Yəni, yayandan da sonra kündəyə saxlamıram. Yəni, biraz nazik alınsın deyə. Amma ikinci partiya külçənin, deməli, yayandan sonra kündəyə qoyuram. Yəni, 2 formada sizlərə bildirmək istəyirəm ki, yəni nazik görkəmini də göstərmək istəyirəm, qalın formasını da göstərmək istəyirəm fərqlərini. Deməli, külçələri hazır eləyirəm. Tam alt-üst qızarana qədər üzərinə yumurtanı çəkirəm. Daha sonra alt-üst qızarana qədər bişirirəm. Burada mənim evdə çörək otum olmadı. Odur ki, üzərinə çörək otu da istifadə eləyə bilmədim. Lakin çörək otu çox gözəl yaraşır külçələrin üzəri üçün istifadə eləməyə. Burada da külçələrin üzərinə istənilən formada bəzəmək olur. Çəngəllə də iz qoymaq lazımdır ki, artıq külçələrin üzü artıq şişlər əmələ gəlməsin, qabaqcıqlar əmələ gəlməsin. Deməli, külçə bişdi, hazır oldu. Çox gözəl, yüngül, yumuşaq külçələr alındı. İnanın ki, heyfsilənirəm ki, buradan ətrini sizə ötürə bilmirəm. O qədər gözəl ətri gəlir ki, qoğal ətri, hətta evə ətri dolub, qoğal ətri gəlir külçələrdən. Deməli, hansı külçəni ki, qalın yaymışam, bişirmişəm, o külçə hündür, yəni içərisi biraz puç-puç, bulku kimi alınıb.
Hansı külçəni isə nazik yaymışam, kündəsini yayandan sonra kündəni gözləməmişəm, yayan kimi bişirmişəm. O külçələr nazik və qoğal kimi deyək də alınır. Yəni bayata qaldıqca da çox ləzzətli külçə olur. Elə bir külçələr bayata qaldıqca yağa düşür, daha da ləzzətli olur. Yəni hazırlamağa dəyər. İzlədiyiniz üçün təşəkkürlər.